Salam dostlar. Mən sizə bir video göstərəcəm indi. Zəhmət olmasa bu videoya axıra kimi baxarsınız. Hərfləri tanımır. Yazı yaza bilmirəm. Mən neynəməliyəm? 7000 turistə bir otaq götürdüm. Bir 10 nəfər çox savadlı adamlar götürdümsə, ən yüksək savadlı adamları. Bunlara dedim ki, gəlməyin yanında işləyin, sizə 10-15 min dollar ilə maaş verəcəm. 20 min dollar maaş. Hər birinə. Hər birinə. Doğrudan da işi qordum, elə qurdum ki, iş elə gedir ki, bilirsən, avtomat. Şərli İsfəndiyar bir çoxunu tanıyırsınız. Şərli İsfəndiyar Axundov səhv eləmirəmsə, soyadı belə olmalıdır. Tikinti maqnatıdır. Və bu adam müsahibəsində bildirir ki, bir neçə alimi yığdım ortaya, otağa, otellərin birində və hər kəsə 20 min, 15 min verdim ki, təklif elədim aylıq maaş olaraq. Bilmirəm, yəni bunlar mənə işləsin deyə. Bu okey. Bu razılıq, bu normal bir şeydir. İnsanın savadı olmaya bilər. Savadlı şəxsləri özün işə cəlb edir. Bu maraqlıdır. Amma sonunda bildirdiyi fikrə qulaq asın. Avtomat. Mən oturmuşam çoban başda. Amma alimlər də işləyir. Bunlar da gəlir. Həqiqətən bir abırsılıqdır. Deyir ki, mən çobanım. Onda belə çıxıcı qarşısındakı alimlər də onun qoyunudur. Bu nə deməkdir? Yəni bu iş adamının bildirdiyi fikirdir mi bu? Nə bilim.